Salam, vətənimin gözəl insanları. Biz bugün Fatmai kəndindəyik. Sizlə birlikdə Fatmai'nin gəzməli, görməli yerləri ilə tanış olacağıq. Amma bizə bir bələdçi də lazım olacaq. Gedək görək kimi tapırıq. Salam. Salam. Biz Fatmai kəndi ilə tanış olmağa gəlmişik. Əgər vaxtınız varsa, çox sağ olun. Zəhmət olmasa bizə 1-2 dəqiqə vaxt ayıra bilərsiniz. Olar. Sözünüzü təqdim eləyin. Mən Həsənli İbrahim. Çox şad oldum. Biz həmçinin Fatmai kəndinin veteranları və qaziləri ilə də tanış olmaq istəyərdik. Belə bəlkə tanıdıqlarınız olar. Bəli, mən özüm də 44 günlük müharibə veteranıyam. Nə gözəl. Görürsüz, şansın beləsi. Çox gözəl. Bizə zəhmət olmasa yoldaşlıq eləyə bilərsinizmi? Aha. Gedək. Çox sağ olun, təşəkkür edirəm. Getdik. Külək əsəndə, fəth eləsəndə, Fatmə ismim bəzək dükəndə. Mən özümə borc bildim ki, Fatma ilə tanışdığı onun şəhidlərindən başlayaq, qazilərindən başlayaq. Siz də çox sağ olun, bizə dəstək olursunuz. Seyirlər, xoşlu borcumuzdur. Təşəkkür edirəm. Bunlardır yəni. Bəli. Salam, Salam xanım. xoş gördük. Necəsiniz? Əziz tamaşaçılarımız, gördüyünüz kimi biz şəhid atası ilə və qazimizlə birlikdəyik. Gəlin onlarla tanış olaq. Salam, zəhmət olmasa özünüzü təqdim eləyin. Mən Bahadırov Süleyman Hüseynoğlu, Şəhid Bahadırov Anar Süleymanoğlu'nun atasıyam. Oğlum 2020-ci il 27 sentyabrdan 44 günlük vətən müharibəsində iştirak elədi. Son günə qədər 43-cü günündə döyüşün 43-cü günündə Qubadlı Güləbird yolunda şəhadətə ucaldı. Allah rəhmət eləsin, başımız sağ olsun. Şəhidlərimizə rəhmət eləsin. Onlar bizim baş taclarımızdır. Onlar bizim qürur yerimizdir. Həqiqətən biz onlarla tək öz evladımla yox, hamısı ilə qürur duyuram. Onların sayəsində indi sərbəst gəzirik, sərbəst işlərimizi görürük, yaşayırıq. Onların hesabınadır. Onların hesabına da yəni 30 illik əsarət altında olan torpaqlarımızı erməni, o necə deyərlər, vicdansızlarından azad elədik. Biz yenə də mən şəhid atası olaraq mən özüm öz evladıma borcluyam. Onların hamısına borcluyuq, hamısına. Biz də sizə borcluyuq. Qarşınızda baş əyirik ki, belə övladlar yetişdirmisiniz. Mən Məmmədov İlqar İlqaroğlu, ehtiyatda olan xüsusi analı qüvvələr giziri 44 günlük vətən müharibəsi iştirakçısı və Fatmai kənd sakiniyəm. Bu müqəddəs ayda sizləri görmək xoş oldu. Biz də Süleyman əmmimizlə həmişəki kimi çalışırıq ki, hər zaman şəhidlərimizi bu gözəl mübarək günlərdə yad eləyək. Bu gözəl bir günə təsadüf oldu ki, siz də gəldiniz, həmin vaxt bizimlə qarşılaşdınız. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah şəhid valideynlərinə can sağlığı versin. Allah Teala xalqımızı, millətimizi qorusun. Sizin verilişdə bugün çıxış eləmək də bizim üçün bir qürur oldu. Və budur, biz Fatmai kəndindəyik. İstədik ki, Fatmai kəndi haqqında ətraflı məlumatı onun bələdiyyə nümayəndəsindən alaq. Gəlin həm bələdiyyə nümayəndəmizlə tanış olaq, həm də Fatmai kəndi haqqında ətraflı məlumatlar öyrənək. Salam. Salam, xoş gəlmisiniz. Çox sağ olun. Zəhmət olmasa özünüzü təqdim eləyin. Abşeron rayon Fatmai kənd bələdçisinin sədr müavini Fuad Məlik Rzayev. Çox şad olduq. Mən Fatmai kəndində bir dəfə olmuşdum və bura belə gözəl deyildi. İndi abadlaşdığını görürəm. Zəhmət olmasa burada həyata keçirilən abadlıq işləri haqqında məlumat verə bilərsiniz? Bəli. 2024-cü ilin mart ayından etibarən gördüyünüz kimi bir neçə küçəmiz asfalt örtüyü ilə yenilənib. Bunlardan 4 küçədir. Cəlil Cavadov küçəsi, Qaraqarayev küçəsi,
Şəhid Mahir Mirzəyev küçəsi, Şəhid Bəhmən Verdiyev küçəsi. Ümumilikdə bunların 4000 kvadrat metrə yaxın ərazisi asfalt örtüyü ilə yenilənib. Digər küçələrdə abadlıq işləri gedib, kanalizasiya sistemlərinin yenilənməsi həyata keçirilib. Üç küçədə Gərək Əsədov küçəsində, Mahir Mirzəyev küçəsinin bir hissəsində və Anar Bahadırov küçəsində kanalizasiya sistemləri yenisi ilə əvəzlənir. Gördüyünüz kimi, yəni Abşeron rayonunun icra hakimiyyətinin dəstəyi ilə abadlıq işləri, quruculuq işləri görülür. Biz də bacardığımız qədər abadlıq işləri ilə məşğul oluruq. İndi də digər sahələrdə abadlıq işləri aparılmasını nəzərdə tutmuşuq. İnşallah üzümüzə gələn illərdə, yaxın illərdə, yaxın ərəfələrdə həmin işlər görüləcək. Çox sağ olun ətraflı məlumat üçün və mən burada bir şəhidimizin şəklini görürəm. Amma orada məlumat verilməyib ətraflı. Zəhmət olmasa bizə bir balaca olsa bu şəhidimiz neçənci illərdə xidmət göstərib və digər şəhidlərimiz haqqında zəhmət olmasa qısa məlumat verə bilərsiniz. Təbii ki, şəhidlər bizim baş tacımızdır. Onların ruhu qarşısında baş əyirik, qazilərimizə Allah can sağlığı versin. Onların sayəsində, belə deyək, bizim üzümüz gülər, alnımız açıqdır. Ümumilikdə Fatma kəndinin 7 şəhidi olub, 3 şəhid 1-ci Qarabağ müharibəsi şəhidləridir, 4 şəhid 2-ci Vətən müharibəsi şəhidləridir, 2-ci Qarabağ müharibəsi şəhidləridir. Bunlardan da biri gördüyümüz kimi şəkili olan Ələsgər Cavadovdur. Xüsusi təyinatlarda xidmət eləyib, 2020-ci ildə şəhid olub. Digər 3 şəhid də Anar Bahadırovdur, Bəhmən Verdiyevdir, gördüyümüz kimi Ələsgər Cavadovdur. Çox sağ olun ətraflı məlumat üçün təşəkkür eləyirik. Biz hal-hazırda rahat nəfəs ala biliriksə, Fatma kəndində gəzə biliriksə, bunun səbəbi şəhidlərimizdir. Vətən sağ olsun. Siz də vaxt ayırdığınız üçün, bizə bu ətraflı məlumatı verdiyiniz üçün dərin təşəkkürümüzü bildiririk. İşiniz avanda olsun. Çox sağ olun, minnətdaram gəldiyinizi görə, sizə də minnətdarıq, təşəkkürümüzü bildiririk. Salam Ayday. Çox sağ olun. Hoş gelmiş. Çox sağ olun. Biz eşitdik ki, siz neçə illərin kebabçısısınız və bir-birindən dadlı yeməklər bişirirsiniz. Mən düşbərənin dadına baxmışam, amma indi istəyirəm gəlim sizin başqa yeməyinizin dadına da baxım. Mən sizin üçün yaxşı bilən bığlamı pişirəcəyəm, hər şeyinlə. Fatma zəfəranı ilə, şabalıdı ilə, turşusu ilə, hər aparısı ilə, hər səliqə əti ilə düzəldəcəm onu sizin. Maşallah. Bu neçə müddətə hazır olur? Biraz yarım saat çəkəcək. Nə ətindən bişirirsiniz? Kuzu. Quzu ətindən. Ona görə tez bişir. Ha, kuzu deyil, ona görə pişirəcəm onu. Əllərimizi salıb bu manqanda bişirəcəksiniz yəqin. Manqalı kömürdə pişirəcəm onu ki, kömürün dadına görə. Qazda da pişirə bilərəm, onu kömürdə pişirəcəm onu dadına görə. Mən burada onun hazırlama qaydasını göstərim ki, burada. Bu quzu ətidir. Bu quzu əti deyil, duz vurmuşam buna. Bax, bu soğan deyil, Əlavə edirik. bu şirin biber deyil. Sırasının fərqi var, yoxsa Yox, olmamalı deyil. Yəni, çəkəndə yemək qıraqdan çəkəcək, qarışmır. Bu da göyərtidir, petruşkodur, cəfəri. cəfəridir. Rəngi də fərqlidir, tün. Özümüzdə başqa bağlıyıq. Bu sarı köktür. Bunu su əlavə edirəm onu, örtəcəm ağzını, öz parı ilə pişirəcəm.
su əlavə edirsiniz? Yarım litrdən yuxarıdır bəs. Baxır da ətin kilosuna, vesinə baxır. Onu artıq suyunu vururlar. Yorulmayasınız ayəm. Allah hamısının köməyi olsun, Allah hamısının ruzusunu versin. Xalqımızın süfrəsi həmişə belə bol olsun. Bol olsun. Bəli. Hər ədvisini vurmuşuq, hazırdır bu, suyunu da qoymuşuq. İndi qoyacağım bunu ocağa. Kömürü üstündə pişirəcəm onu. Nə qədər bişəcək o? Heç olmasa yarım saatdan yuxarı olar ki, aşağı olmaz. Yaxşı. Onda siz yorulmayasınız, bişirin, dadına baxarıq. Hava atsa qulluğunuz lazım. Əziz tamaşaçılar, siz kaş burada olaydınız, bu iyi hiss eləyəydiniz. Çox qəşəng gəlir. Yeməyimiz hazırdır deyəsən, hə? Hazırdır. Ha, İndi bunun dadına baxacağıq bir yerdə. Degustator. Əllərinizə sağlıq ay əmi. Çox qəşəngdir həqiqətən. Şabalıdın dadı da keçib, bütün ədviyyatların, Mən bu yemeği Tarçın, həmişə sarı belə vermişəm. Toylara həmişə bığlama pişirmişəm. Masadan, adından, hər şeyini. Bəs əmi toylarda, məclislərdə ən çox tələb olunan yeməklər hansıdır, hansını sifariş verilir? Əvvəlcən biz gedib bığlama vermişik, sonra kebablar gedib. Sonra mod düşdü də, küftə bozbaş istəyən olur, eylən olur. Amma bığlama olan yerdə küftəni az yedir. Çox vaxtı yedir. Onda mən belə başa düşürəm, bütün Fatmaya kəndi məclislərini siz yola verirsiniz. Fatmi'dən əlavə Meytəbat deyil, Fatmi'yi deyil. Bunlar hamısı xeyir işlərini, toylarını biz getmişik. Ay Mənim maşallah. dəstəm var. İnşallah nəvə nəticə var. Nəvələrim var. Nəticəm, 3 dənə nəticəm var. Deməli, 3 burada, 2. 7 dənə nəvəm var. Onlar nəvələrdən deməli, ikisini köçürtmüşəm. Onların da yəqin toyunu siz. Nəticələr var, uşaqlar var. Allah can sağlığı versin. İnşallah mən də öz toyumun yeməyini bu aşpazımıza bişirtdirəcəm inşallah. Sizi tanıdığımıza çox şad olduq. İnşallah bütün məclislərimizə, toylarımıza yeməyi sizə sifariş verəcəyik. Mən həmişə qulluğunuz lazım. Çox sağ olun. Qulluq sahibi olasınız. Restoranlarda da işləmişəm yaxşı. Qəşəng restoranlarında işləmişəm. Çox sağ olun, əmi. Çox sağ olun. Haqqınızı halal eləyin. Halal xoşuz. Uzunömürlü abidələri olan Fatmay kəndinin evlilikləri də uzunömürlü imiş. Araşdırdıq və tapdıq ki, sən demə burada düz 69 il evli olan evli cütlüyümüz var imiş. İstədik ki, sizi də onlarla yaxından tanış eləyək. Hoş gəlmisiniz. Çox sağ olun. Zəhmət olmasa özünüzü təqdim eləyin. Adınız, soyadınız. Adım İsabaladır. Familiyam da İsayevdir. Özü də 1937-ci ilin mart ayının 23-də anadan olmuşam. Ay, nə gözəl. Bir 3-4 gün bundan qabaq 87 tamam oldu. Martın 23-də keçdik neçəyə? 88-də. Yine bunlar hamısı nədəndir? Elə o 88-dəndir də. Eşidirəm. Maşallah, maşallah. Çox qəşəngsiniz. 1000 cavana dəyərsiniz. Mən istəyirəm sözümə İslam Peyğəmbəri Muhammed Peyğəmbər əleyhissalamın buyurduğu kəlamla başlayam. Odur ki, Peyğəmbərimiz əleyhissalam buyurmuşdur ki, qocaya hörmət, yaşlıya hörmət, bu Allaha hörmət deməkdir. Deməli, siz Peyğəmbər əleyhissalamın buyurduğunu yerinə yetirib, gəlmişsiniz qarı ilə qocaya, qocanı ziyarət eləməyə, elə deyil. Ona görə də mən sizin gəlişinizlə sizi təbrik edirəm, xoş gəlmişsiniz.
safa getirmişsiniz deyirəm və sözü bura göndərən, bura getirənlər ki var. O cümlədən televiziya işçiləri, bələdiyyə işçilərimiz, icra nümayəndələr, bunların vasitəsilə gəlmişsiniz də. Burası nə bilirsiniz, mən varam yox. Allah onları da salamat eləsin. Ona görə də sizə öz millətlərimi bildirirəm və sizə və sizinlə işləyənlərə, işləməyənlərə, hamısına Allah Teala'dan heç nə istəmirəm. Can sağlığı istəyirəm, bir də mehribançılıq istəyirəm. Qoy cəmaatımızı, xalqımızı bir-birinə mehriban eləsin. İnşallah. Çox sağ olun. Və indi də gəlin bu gördüyünüz gözəl dayının gözəl həyat yoldaşı ilə də tanış olaq. Xala, sizin adınız nədir? Məşədi xanım. Məşədi xanım. Məşədi xanım, soyadınız? İsayeva. İsayeva Məşədi xanım. Neçə yaşınız var? Mənim indi oldu 86. 86 yaşınız. Ay maşallah. Bir yaş aramız var da İsabalı'nın. İsabalı da mənim bibim oğludur. Bibi oğlu day qızıyıq biz. Onun 87, sizin də 86 yaşımız var. Allah ömür versin, can sağlığı versin. Çox sağ ol, zəhmət çəkib gəlmişsiniz, bizi başa çıxmışsınız. Allah köməyiniz olsun, can sağlığı versin. Amin. Ölkəmiz salamat olsun, balalarımız da salamat olsun. Kaş siz mənim yerimdə olaydınız, xala ilə üzbəz oturardınız, onun gözəl göy gözlərini görərdiniz. Maşallah. Ay xala, yəqin sizin bu göy gözlərinizə vurulub alıb dayı sizi. Gəlin xalqımıza da məlumat verin. Mənim bibimin 115 yaşı olub. Maşallah. O alıb məni. Bibi bəyənib sizi. Bibi bəyənib də qardaşımın növəsini alıb bu İsabala için. Siz də yəqin sevmisiniz də, maşallah, yaraşıqlı kişidir. Siz də sevmisiniz, bəyənmisiniz. İndi bizlər heç danışmazdik. Böyüklər necə məsləhət bilirdi, o cür. Bibim gəldi, rəhmətlik bizə, gəldi qardaşına dedi ki, onda atam da sağ idi. Gəldi dedi ki, biz qardaş, mən bu qızı alacağım. Atam da onda hürmət vardı, qabiliyyət var idi. O da dedi ki, bazı sənin xətrin necə istəyir, o cürünə. Vəssalam. Beləncə ilə aldılar bizi. Amma məncə siz də sevməsəydiniz bir-birinizi, maşallah, 69 il bir yerdə olmazdınız. Olmuşuq, mənə heç incitməyib, nə də mən onu incitmişəm. Allah da bizə yaxşı bilir, paylar verib ki, oğlan 6 uşaq idi, qız idi, 4 qız idi. Biri rəhmətə gedib, qalıb 5 qız, bir oğlan, 2 oğlan. İndi 5 övladınız var. Bəs nə qədər nəvə nəticə var? Növəm buğarla saxdıqda 15 dənə. Maşallah, ay maşallah. Bir kötücə var? Yox. Hələ indi qız almışam o için. Olsa, qismət olsa. İnşallah. Gələn dəfəki çəkilişi də inşallah kötücələr bizlə. Sağ ol, Allah qismət eləsin. Hamına bizə də onun içində. Bizim gənclərimizə bu 69 illik evliliyin sirri nədir, onu deyə bilərsiniz? Sirri nədir ki, o nə deyim, mən də onun, yəni, o mən də nə demişəm, o da mənim. Qarşılıqlı anlayış. Bizdə heç bir söz-söhbət olmuyor. Həm də bizim qabağımızda qaynatam vardı, qaynanam vardı, bibim var idi. Mənə aldı, geçirdi, 10 gündür mən gəlmişdim, mənim qucağımda öldü. Bibim o mənim qucağımda elə öldü. Vəssalam, biz artıq əsir vuruşaq, qırışaq. Ay o belə gitsin, o belə. Bizim nekarı idik biz bir kəlmə. Qaynananın yanında, qaynatan yanında bu beləncik oturur. Hətta Allah bizə pay verdi. Biz qaynatan yanında qucağımıza şah götürmədik. Misal ki, qaynanamın yanında götürürdük. Ancaq qaynatam öydə olan vaxtda. Özü də ki, biz paslayan kələğəylər moddur ya. Neçə il biz qaynatamızın yanında başı açıq belə gezmədik. Bir dana kələğəyə 4 qat elirdik, bağlayırdık belə. Onun yanında iş görürdük. Day misal ki, o için belə, biz deyək belə, belə söhbətimiz olur. Yəni, qarşılıqlı hörmət var idi abuşaya. Hörmətimiz çox deyirəm də, onun yanında nə bu, nə mən uşağı qucağımıza götürməmişik. Allahın öyü vatandı. İndi də evlatlarımız var, maşallah. 60 oğlumun yaşı var. Paprızı elə, nə onun yanında, nə mənim yanında çəkməyib o.
Deməli böyüklərdən necə görürsə elə. Çox, elə də hürmət eləyirlər bizə. Onlar da ki, haqqı danışan deyil, Fatami'ydi mənim uşaqlarım. Arabaya gezən deyil, ona qoşulan deyil. Elə o vəyid, bu vəyid. Vəssalam. Çox sağ ol. Ay nənə, Sən bu də gözəl sözlərinə Sən görə, də sağ ol. məsləhətlərinə görə var olun. Allah sizə Çox ömür sağ ol. versin. Allah çox Gedim indi ömür babadan da bir iki dənə söz qopardım. Ay baba. Can baba, sən bizim bu gələcək nəslə, gənclərimizə nə məsləhət tövsiyə verərdin ki, bax sizin kimi belə ən azı sizin kimi 69 il, daha da çox bir yerdə yaşasınlar, xoşbəxt yaşasınlar. Birinci, sizin bu gündə, yəni mübarək Ramazan ayının 26-cı günündə gəlməyimiz bu təsadüfi bir şeydir. Çünki özümüz bilirik şükür Allaha ki, bu Ramazan ayı elə bir aydır ki, fəzilətli aydır ki, Allah dərgahında o bir aylardan fəzilətlidir. Ona görə də siz də bu gündə gəlmişsiniz. Ona görə dübarə sizi gəlişinizdən təbrik edirəm, xoş gəlmisiniz, sabah getmişsiniz deyirəm və gələcək nəsillərə deyəcəyim söz odur ki, bir iş görəndə məsləhətsiz görməsinlər. Çünki Peyğəmbərimizin kəlamı var. Gənclər ailə quranda Peyğəmbər kəlamlarına, imamlar kəlamlarına, atalar sözünə hökmən müraciət eləməlidirlər. Əgər eləməsələr, sonra əziyyətini çəkirlər. Ona görə də Peyğəmbər əleyhissalamın hədis-i şəriflər buyurmuşdur ki, məsləhətsiz iş görən sonradan peşman olar. Kim məsləhətlə iş görməzsə, sonra peşmançılığını çəkəcək. Mən də tövsiyəm gənclərə odur ki, dediyim kimi, Peyğəmbərin, Allahın, ataların buyurduğu ilə hərəkət edilsinlər, ailələrini qursunlar. Hər şeydən ötürü boşanmaq olmaz axı, elə deyil. Mənim nəzərimdə tək bir şey üçün boşanmaq var. Ondan artıq yoxdur. Tek bir şey, ayağını belə yaxın qoydu, çayı belə qoydu, xuraki belə bir şeydir. Bunu boşayıb, belə şey olmaz axı. Belə şey olmaz axı. Məhv edirsən, Allah'ını dağıtırsan, hər iki ələni, o tərəf ələni, bu tərəf ələni dağıtırsan. Belə işlərdən uzaq olsunlar. Bir. İkinci də ki, mübarək Ramazan ayına xatir şərəşür işlərdən kənar olsunlar. Şərəşür işlərdən. Yəni, insana lazım olmayan işlərdən uzaq olsunlar. Yoxsa narkotik həqqəbədir, uzaq olsunlar. Öz balalarını qorusunlar, ailə üzvləri ki, belə şeylərə yaxın olmasınlar. O da ki, yenə deyirəm, bir də ki, mən 61 il sürücü işləmişəm. 61 il sürücü işləmişəm. 19 yaşım olan kimi işləmişəm, ta 61-70 yaşına qədər 61 il sürücü işləmişəm. Sürücülərə də tövsiyəm odur ki, sürüb bilmədikləri üçün maşın sürməsinlər. Gözün görmür, nöş sürürsən, alövü özü biraz vaxt edirsən, ürəyin xəstə edir, nöş sürürsən. Belə şeyləri eləməsinlər. Ümumiyyətlə sürücülər biraz ehtiyatlı olsunlar. Çünki maşallah maşın çox da indi. Mən işləyən vaxtda 5 tane maşın vardı. İndi 5 milyon yox. Zamandan da çox maşın var. Ona görə onlar ehtiyatlı olsunlar. Qaldı ki, bu qarı hələ 18 yaşı tamam olmamış. Mənim atam, Allah'ın dünyadan gedənlərdə rəhmət eləsin. Anam 50 idi, atam da qoca idi. Hələ 2 ay qalmış 18 yaşına. Onu gücə bəlanla, onu da qoymurdular, 18 tamam olsun, getirib gəlib. O vaxtda mənim də 19 yaşım vardı da. O vaxtdan bugünə qədər şükür Allah'ın köməkliyi ilə Allah bizə bir ömür verib, yaşayırıq. Allah sizi bir-birinizdə çox görməsin. Allah can sağlığı versin sizə. Qardaşlar da zəhmət çəkiblər, gəliblər. Hamısını alqışlayıram, xoş gəlib, səfa getirdiniz deyirəm, sağ olun. Çox sağ olun, Ayda. Allah sizə can sağlığı versin. İnşallah gələn dəfə gələndə nəticələrinizlə, kötücələrinizlə bir yerdə inşallah burada oturarsınız.
Bəli, vətənimin gözəl insanları, Fatmayını gəzdik, dolaşdıq, bütün gözəl yerləri ilə tanış olduq. Axırda da dedik ki, bağlarını da gəzək, bağlarının yanından da keçməyək və burada Fatmay kəndinin çox gözəl bir bağbanının evində qonaq olduq. Gəlin elə İbrahim bəyin özündən soruşaq, görək belə gözəl bağlara necə sahib olub. Salam. Əleyhissalam. Bura Fatmay kəndinin bağlarıdır. Burada 65-ci ildə verilən bağlardır. Əncil ağacları, luboy ağacları əksin burada göyərir. Qayısıdır, heyvadır, zeytundur, limon ağacı, mandalin ağacı, nə istəyirsən əkirsən göyərir. Bu sahələrdə bax burada zəfəranıcan əkirsən, zəfəranıcan göyərir. Nə istəyirsən ürəyindən keçən şeyi əkmək olar. Sizin bağınızda hansı ağaclar var? Zəhmət olmasa deyə bilərsiniz. Bizim bağda, bağ deyirəm də, heyva ağacıdır, alçadır, nardır, zeytundur, peyxuadır, əncil ağacı, sonra qaysı, alma, armud, öküz ürəyi, gilaslardan. Əziz tamaşaçılar, əlbəttə indi yaz fəsli olduğu üçün hələ biz burada meyvə görmürük, hələ ki çiçəkləniblər. Amma mən burada bəzi ağaclar gördüm, üzüm ağacına oxşatdım. Üzümün hansı növüdür? Ağşanı, qara şanı, Allah rəhmət etsin, Gülağa Məmmədova oxuyardı ki, buranın ağşanısı, qara şanısı, həmin meynələr də burada gördüyünüz cərgə iləndir. Rəhmətli atam əkib, Onların yolunu siz davam elətdiniz. onların yerini biz davam edirik belə. Allah uzun ömür versin, can sağlığı versin sizə, həmişə əkib becərəsiz, ruzi bərəkət versin. Sağ olun. Başımın gövhəri. Qədimi Fatmay kəndinin bir qədim abidəsi də var. Bu da qarşıda gördüyümüz məsciddir. Araşdırdıq, öyrəndik ki, bu məscid 7 oğul istərəm filminin çəkildiyi məsciddir. Və oradakı ağsaqqal dayı görürəm, gedək yaxınlaşaq, həm onlarla tanış olaq, həm də məscid haqqında ətraflı məlumat alaq. Belə bir zamanda afrist olmalı. Salam ağsaqqallar, xoş gördük. Hoş gəlmisiniz. Salam. Çox sağ olun. Zəhmət olmasa özünüzü təqdim eləyərsiniz. Mən kəndin ağsaqqalı, yəni ki, yaşlı sakinlərindən biri Ağasafa. Bu da mənim xalam olur, Hacı Vahiddir. İndi sizin nə gəlişlə gəldiyinizi bilərdik və biz də sizi necə lazımdır deyək ki, nə lazımdır. Çox sağ olun. Bilirəm ki, vətənim həmişə qonaqpərvərdir. Biz istəyərdik ki, həm sizlə tanış olaq, həm də Fatmay kəndində bu məscidin olduğunu öyrəndik. Burada 7 oğul istərəm filmi çəkilib. Bunun haqqında bizə mümkündürsə məlumat verə bilərsiniz, zəhmət olmasa. Buyurun içəri. Çox sağ olun, gedək. Budur, biz məscidin içindəyik artıq. Əmi, zəhmət olmasa bizə biraz məlumat verərsiniz. 7 oğul istərəm filmi bu məsciddə çəkilib və siz bu filmin canlı şahidi olmusunuz eşitdiyimizə görə. Zəhmət olmasa xalqımıza da biraz məlumat verin. Bu film neçənci ildə çəkilib? Siz canlı şahid olaraq nələri görmüsünüz? Nə hadisə, maraqlı hansı hadisələr baş verib burada? Bu hadisə 1970-ci ildə Tovrit Ağızadənin 7 oğul istərəm filmi. Bu Komsomol poeması üzrə çəkilib. Əsas o Komsomolun 70 illiyi idi məncə. O vaxtlarda idi. Özü də ki, Novruz bayramına düşən vaxtlarda idi. İndi onları da mən sizin aydınlaşdıracağam. Bu film burada çəkilib. Onda bu balkonlar satlar yox idi, açıq idi. Bunun o tərəfində bunun pələşəni də var, məscidin arxasına çıxmaqdan ötürü. Burada güya molla çıxırdı, burada danışırdı ki, ay cəmaət nəzir götürün. Yəni niyə görə? O komünistlərin
kəndə gəlməyinə görə bu mollalar burada deyirlər ki, güya bunlar gəlməsinlər, bunlar gətirmək sizə nəzir götürün, cəmaət bu bəlanı bizim üstümüzdən götürülsün. O film burada çəkilib, sonra atlılar da gəlirlər, buradan gedirlər. Bu barədə bu qədər deyə bilərəm. Bu məscidimizdə də çəkilib. O yanda məscidimiz var. O güllənəndən yeri var ki, deyir, bu da sizin bayrağınız. Onu o məsciddə vururlar. Burada mollanı göstərirlər ki, nəzir götürün. Orada da deyir ki, güya o qolçomaqlardan olur, çıxır, getirir, gəlir, asır oradan. Deyir ki, burada deyir, nə xağa öldürdün məni. Eldəniz Zeynalovun o vaxtda, o güllə ilə vurulan yeridir. Mən belə başa düşürəm ki, siz sadəcə şahid olmusunuz, amma filmdə özünüz iştirak eləməmisiniz. Yox, özümüz, mən axırıncı Aşırım filmində, o da bundan 71-ci ildə bu film qutarandan sonra o film çəkilib. Həmin o Gənclər Sovetinin yeri boş idi. Orada 75-də bir dənə də 71-də axırıncı Aşırım çəkilib. 75-ci ildə ləqəbi Lukaşdır. Mosfilmlə Vengriya, yəni Macaristan. Orada biz üzrə çəkilmişik. Az da olsa bir kadrda. Epizodik rollar. Epizodik rollar, конечно. Çox sağ olun ətraflı məlumata görə. Təşəkkür edirik. Siz də bu haqqda nəsə deyə bilərsiniz? O film çəkilən vaxtda siz nələrə şahid olmusunuz? Burada mən də olmuşam orada. Bu çəkəndə bu kinodan adı nədir? Hətta onlarla meydançada futbol da oynamışıq onlarla. Adı Şeyx Abdül idi o vaxtı. Orada sonra Qəqəni idi, sonra rəhmətli adı nədir? Qəzənfər dayı. O rolda oynayan. Bunlar hamısı oradaydı. Bəli. Hətta onlar gözləyirdilər oradakı hava tutqun olanda biraz açıq olsun. Sonra yenə də filmi başlayırdı çəkməyə o vaxtı. 70-ci illərdə idi. Bəli. Çox sağ olun. Siz çox şanslısınız ki, bizə belə gözəl hadisələrin canlı şahidi olmusunuz və biz də şanslıyıq ki, bizə də bu məlumatları ötürürsünüz, xalqımızı da məlumatlandırırsınız. Vətənimin gözəl insanları, qədimi Fatmayımızın gözəl bir evində qonaq olmuşuq. Burada çox gözəl, müqəddəs insanların əhatəsindəyəm. Fatmayı kəndinin ağbirçəkləri, ağsaqqalları yanımdadır. Gəlin özünüz onlarla tanış olun. Zəhmət olmasa özünüzü təqdim eləyin. Ağarəhim Ağayev, evimizə xoş gəlmisiniz. Allah sizə can sağlığı versin. Həmişə beləncə xeyir işlərə, yaxşı çəkilişlərdə bir yerdə olaq. Bu bizim qonaqlardır. Bütün qonaqlarımıza və çəkiliş qrupuna, bütün Space kanalının hamısını salamlayırıq. Xoş gəlmisiniz. Xoş gününüzə gələk inşallah. Buyurun siz də zəhmət olmasa. Əvəstunun Qafarov, xoş gəlmisiniz. Fazil Muqbilov, xoş gəlmisiniz. Space kanalından gəlməyimizi görə bizi çox sevinirik. Mən Nadirova Fatma xanım, Həz xanım Əyyub qızı. Çox şad olmuşuq ki, bu gün bizi bura sizin təşəbbüsünüzə yığılmışıq. Deyir, ürəyimdə o qədər sevgi varımdır vətənə. Necə ki, bülbül şeydə aşiq olur sevənə. Xoş gəlmisiniz. Mən də sizi salamlayıram. Xoş gəlmisiniz bu əziz gündə, bu gözəl ocağa. Mənim adım Zakirə. Mən özüm də jurnalistəm. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında işləmişəm və çox şadam ki, sizinlə burada bir yerdəyəm. Ağayeva Səlmə xanım, xoş gəlmisiniz. Bizim evə həmişə siz gələsiz. Çox sağ olun sizinlə bahəm. Əgər sizin kimi gözəl insanların, ağsaqqalların əhatəsində, ağbirçələrin əhatəsindəyiksə, deməli biz ruzi bərəkət içərisindəyik. Allah sizləri qorusun, ailənin başından əskik eləməsin. Əmican, ev sahibisiz, birinci söz sizə düşər məncə. Bugünkü gənclərimiz haqqında nə deyə bilərsiniz? Gənclərimiz haqqında hər şey indi hal-hazırda mən gənclərdən çox razıyam. Onu deyim ki, narazıyam söhbəti olanmaz. Çünki ümumi heç vaxt ümumi danışmaq olmaz. Yəni gənclər indi hal-hazırdakı gənclər yaxşı yoldadırlar. Gənclər düzdür, indi biraz sözə baxmayanlar da var. Gənclər yaxşı yoldadır, amma yaxşı yoldadır. Yəqin sizdən qorxurlar. Yox, bizdən qorxmurlar, amma onlar bir-birinə baxıb nəsə bir dərs aldılar. İndi bizdə keçmişdə, bilirsiniz necədir, evdə indi deyirlər ki, şiddət, uşaq, bir şey olan kimi götürərsə zəncələ ilə uşaq. Uşaqda birinci insanda qorxu olmalıdır. Qorxu olmayanda hər şey pozulur. Qorxu ondan sonra hörmət qazanılır. Çünki körpə uşaq nə bilsin qorxu, hörmət nədir? Körpə uşaq gərək bilsin ki, bu şeyi eləmək olmaz.
eləsəm cəzalandırarlar məni. Vurma çay isti. Əli vurma, çay istidir. Onu da uşağı da sən elə öz yaşına görə cəzalandırırsan da get küncdə dur. Yəni uşaq bunu bilməlidir. Qabaqlar bizdə kənddə Allah cəmi gedənlərə rəhmət eləsin. Və bu kişilər, bu burada əyləşənlərin hamısı hərənin öz necə deyim, bir ailə səhifələri var. Bəli, həyat yolu. Sərpaylıq eləmişik, o kişi də sərpay olub. Mən də bir neçə illər eləmişəm. Və bu yanınızda əyləşdirdik Ərəstum müəllimin, onun atası neçə illər kənddə onun apardığı xanəndə idi. Onun apardığı toyları, onun apardığı, onun gətirdiyi qonaqları kənd heç gətirməyib. Gözəl toylar keçirdi. Niyə görə? Nüfuzu vardı, səsi vardı. Onlar heç kəsi cəzalandırmırdılar ki. Kəndimizdə bir Seynağaday vardı. Allah rəhmət eləsin. Qəni-qəni cəmi gedənlərə. O kişi, biz o vaxt başa düşmürdük onu. Deməli, kimsə toy eləmək istəyirdisə, adət-ənənə bu idi. Kimsə toy eləmək istəyirdisə, gedirdi, əvvəlcə o spisik vardı onda. O spisik yazılırdı. Hansı ayın siyahısı vardı. Hansı iyulda boşlayır, avqustda boşlayır və yaxud da sentyabrda boşlayır. Açanda orada yazılırdı ki, mən bu ayın, bu günü toy eləmək istəyirəm. Heç kəsin ixtiyarı, özdə ki, o nə edirdi? O sünnət toylarına ancaq o adamlara imkan verirdi, kiçik toylara. O vaxtı imkan verirdi ki, onun evladı gec olub, yaşı keçib, ola bilər böyük toyunu görməyib, ola hansı müəyyən səbəblərdən o böyük toyunu uşağın ola bilər görə bilməz və yaxud da nəsə bir səbəbi var, ona icazə verirdi eləməyə. Yoxsa ki, verirdi, kiçik toy eləmək istəyirsən, həyətində elə. Və politika qurub, cəmaata dəvətnamə paylamaq icazə verməzdi. Bunu niyə görə eləyirdi? Cəmaatın yaxşı dolanmağına görə cəmaatın aqrısiya çalmasın. Bu həftə toydursa, heç vaxtı keçib qonşuda bir başqa adam və yaxud da kəndin altında başqa bir adam toyxana qurub toy eləyə bilməzdi. O icazə vermirdi ona. Ona görə icazə vermirdi ki, bunun toyu ona qarşı, çünki bu adam gözləyib onun uşağı gəlib çatıb 25 yaşına, 20 yaşına, 22 yaşına toy eləmək istəyir, gəldi yanındakı kimsə, gəldi qonşu, icazəsiz gəldi toy elədi. Olmazdı, o icazə vermirdi ona. Bu onun nəyindən? O adamın bir kəlmə sözü vardı, olmaz. Ondan soruşa bilməzdi, nə üçün olmaz? Bu bir kəlmə deyirdi, olmaz qutardı. Onun sözü ilə də bu yekun olurdu, yəni onun sözü keçirdi. Bu ayaqlar niyə görə söhbət elədim? Deyirəm ki, 50 ayallar əmrəsində toylar aparırdı. Orada bəyəm kimsə durub orada qoçuluq eləyirdi, yox. Nüfusu vardı, hörməti vardı. Baxırdılar, ayıbdır. Böyük adam girdi toya, toyxanaya girdi, ayıbdır, olmaz. Mən durub yerimi ona, Fatmay kəndi çox qonaqpərvərdi. Bizim toylarımızda, o hayıf ki, o keçmiş o politika toyları yoxdur, belə deyək də, el toyu yoxdur. O vaxtda gəlib girsəydi, çəkilsəydi, görərsiniz. Bizim kənd həmişə qıraq adamlara hörmət edib, gələn qonağa hörmət edib. Sizə can sağlıq arz edirəm. Bütün kanalınızı, bütün rəhbərliyi, çəkilişə gələn bütün əməkdaşların hamısına can sağlığı, hər dəfə nə vaxt gəlsəz, bütün space'in biraz lovğalıq çıxar. Nə qədər adamla gəlsəz bizim qonağımızsınız. Yəni burada əyləşən adamlar bizim kənd cəmiyyəti çox qonaqpərvərdir. Üstündə gülər üzünüz var. Biz üçün də çox xoş oldu. Bayramımızı bir daha təbrik edirik. Minnətdarıq. Allah sizin ömrünüzə bərəkət versin. Ağsaqqalsız evdə xeyir olmaz. İnşallah həmişə sizin qonağınız olaq. Bizi də çox şad elədi. Sözlərinizlə çox sevindi. Var olun. İcazə verirsinizsə, qonaqlarımıza da söz verək. Salam əmcan. Salam. Siz də yəqin ki, öz qonşunuzun, dostunuzun sözünə qoşulursunuz. Siz nə deyə bilərsiniz? Mən o deyə bilərəm ki, Ağarayın müəlliminə lazımdır dediyi artıqlarımızda. Mənim deməyimə bir ehtiyac Siz qaldı. altından imza çəkirsiniz. Bəli. Xoş Siz də gəldiniz. peşat vurursunuz. Allah can sağlığı versin sizə gəlməyinizi. Yəni, biz nə danışıyıq? Ağadan müəllim maşallah hamısını danışdı. Bizim də deyirəmiz də o dedi. Bizim yerimizdə danışdı. Bəli, bizim yerimizdə danışdı. Allah sizə can sağlığı versin. Xoş gəlmisiniz. Həmişə siz gəlirsiniz bizim kəndimizə. Allah sizə Spes kanalına da minnətdarlığımızı bildirir. Çox sağ olun, var olun. İndi keçirəm bizim evlərin işığına, nuruna, Hacı xanıma. Bayaq özünü təqdim elədi. İstədim sizə də söz verim. Bir ağbirçək kimi siz də zəhmət olmasa təvəccüh göstərib biz öz fikirlərinizi bildirin. Gənclərimizə nə demək istəyirsiniz? Ürəyinizdəki sözləri buyurun. Məmnuniyyətlə məncə sizi dinləyərlər. Siz bir nöqtəyə toxundunuz keçmiş toylarımızda. Qadın toyları, kişi toyları ayrı-ayrı olurdu. Deyir ki, onda indiki zamanı kimi döyürdü.
Onda palatka toylar idi. Hamısı evlərdən palaz yığırdıq, xalça yığırdıq, beziyirdik. 3 gün 3 gecə toy eləyənlər olub. Qadın toylarında sərpay olmuşuq, coverli eləmişik. Sonra çalançılar görmüşük. Alman sarayından tutub ta bu yerine kadar ne kadar sağ. Brilliant Dadaşova anası, bacıları bizim toyların çalançıları olub Məryəm Dadaşova. Brilliant Dadaşova da bacılarıyla bir yerdə. Odur ki, aşığı musiqisinə çox yer verirdi. Aşıqları da çox həvəsimiz vardı. Kişi toylarında Aşıq Mahmud, Aşıq Əhilman, indi Allah ona da şəfa versin, xəstədir. Aşıq Şakir, Aşıq Məmməd Ağa, belə Aşıq Mahmud, Şamaxı aşıqlarından idi. Gələrdilər, 3 gün 3 gecə təndirlər qurulardı, çörək yapırlardı. Hamı bir nəfər kimi o toyda iştirak eləməli idi. Analarımız, gəlinlərimiz, qızlarımız 3 gün 3 gecə, 2 gün, baxır imkanı da. Uzun ömür, can sağlığı, həmişə belə xeyir işlərdə gəlirsiniz. Bayramlarda bizi çəkəsiniz. İstəyən qohum əqrəbəmizlə yığılıb bir yerə. Bax bu qardaşım Ağayev, Ağarayın Sərpaydı. Kişilər toyunda bu qardaş olurdu Sərpay. Bax Fazıl Müqbilov. Bunların ixtiyarı neydi? Uşaqlar yerindən bir yana qaçsınlar. Üzr istəyirəm, sərpayı tam olaraq nə edirdi? Ola bilər bizim gənclərimiz var, bu sözü başa düşmürlər. Bəli, onu zəhmət olmaz. İdarə edirdi, toyu idarə edirdi. Tamada kimi yəni. Tamada kimi. Onu sərpayı. Hə, amma biz onu sərpaydı. El sərpaylar vardı. Qadınlar üçün ayrı, kişilər üçün ayrı. Mən də bu kəndin bir nümayəndəsiyəm. Bilirsiniz, bu kəndin tarixi çox qədimdir. Mənə elə gəlir, biraz o haqda sizə məlumat versəm daha maraqlı olar. Hardasa bu kəndin tarixi gedir 17-ci əsrin sonlarına. Yəni bu sənədlərlə sübut olunmuş bir faktdır. 18-ci əsrin ilk illərində bu kəndin, yəni Fatmai kəndinin əhalisi Çar Rusiyası tərəfindən bilirsiniz ki, 18-ci əsrin əvvəllərində bura, daha doğrusu 19-cu əsrə keçiddə bura Rusiya tərəfdən, Çar Rusiyası tərəfindən işğal olunmuşdu Bakı və Şirvanlı xanlığı və Bakı xanlığına da bizim bu kəndlər, Bakının deyirlər ki 32 kəndi, amma ayrı-ayrı vaxtlarda bu kəndlərin siyahısında dəyişmələr də olur, 32 də deyirlər, 36 da deyirlər, 44 də deyirlər, amma elə el arasında 32 kənd deyilir, dildə elə əzbərlənib və o dövrdə Çar Rusiyası tərəfindən bu kəndin siyahıya alınması, burada yaşayan əhalinin siyahıya alınması olub, qeyd olunur və çox maraqlıdır ki, bu 36 o dövrdə, 36 kənd olub, 36 kəndin içində deməli, əhali sayına görə Fatmai kəndi 6-cı kənd olub. Yəni, əhali sayı burada çox olub. Əlbəttə, ən çox əhali Maşdağa kəndində olub və ondan sonra Saraydır, Buzovnadır, Qaladır, Balaxanıdır və ondan sonra da Fatmai kəndində. Yəni, bu kəndin tarixi çox qədimə gedir. Bakı kəndlərinin özünə məxsus adətləri var. Onu da nəzərə almaq lazımdır. Böyük gələn yerdə kiçik oturmaz, otursa da ayağa durmalıdır. Böyük danışan yerdə kiçik müdaxilə eləməz, bu qanundur. Bayramlarda da, indi Həc xanım da dedi, Ağarayım da dedi, bayramlarda bir həftə, 10 gün qapılar bağlanmazdı. Kəndin nə ağsaqqalı, ağbirçəyi var idi, yaşlı nəsil var idisə, cavanlar hamısı gedib onlarla bayramlaşmalı idi, bu adət idi. Bir də o adət var idi ki, bayramın birinci günü bütün rəhmətə gedən ki, insanlar var idi, onların ailə üzvləri gedib öz rəhmətlik qohum əqrəbəsini ziyarət eləməli idi. O adət də indiyəcən bizdə qalır kənddə. Azərbaycanın müəyyən ayrı-ayrı məkanlarından gələn insanlar burada məskunlaşıblar və mən onların da məclislərində oluram, görürəm ki, onlar da bizim adətlərə riayət edirlər. Çalışırlar ki, burada məskunlaşıblarsa, buranın adətləri necədir? Ona da riayət edirlər. Kəndimizin tarixi çox qədimdir və tədqiqatçılar da bu tarixi öyrənmək baxımından burada çoxlu qazıntı aparmayıblar, amma tədqiqatlar aparıblar. Yəni,
Araşdırmaq üçün material, mövzu çoxdur, amma ona biraz vaxt lazımdır. Məscidlərimiz də ki, burada bilirsiniz, çəkmişsiniz yəqin ki, onlar ayrı-ayrı məhəllələrə aid olan məscidlərdir və onların tikilmə tarixləri də müxtəlif vaxtlara aiddir. Əvvəla Space kanalına təşəkkür edirik ki, gəlib bu cürünə verilişi işıqlandırırlar. Demək olar ki, Fatma xanım toylarımızın bayaq qeyd elədi sərpayısıdır. O sərpayə olanda biz bir dənə mahnı oynayardıq. İkinci dəfə sərpayının üzünə baxıb, biz sərpayının üzünə baxıb bilirdik ki, artıq biz oturmalıyıq. Yəni ikinci bir mahnını biz dəyişmirdik. İndi maşallah cavanlar nə qədər istəyirlər, onu da oynayırlar. Səlimə xanım, çox sağ olun. Sizin varlığınız yetər. Evinizin qapısını üzümüzə açmısınız. Çox sağ olun qonaqpərvərliyinizə görə. Haqqınızı halal eləyin. Və mən eşitdiyimə görə bizim Zakirə xanım Fatmai kəndinin ziyalılarından biridir. Hər nə qədər də özü təvazökarlıq eləsə də mən bunu deyəcəm. Onun bir kitabını əldə eləmişəm, Tut ağacı adlanır. Zakirə xanım, çox istəyərdik ki, sizin kimi gözəl ağbirçəyimizdən, sizin öz dilinizdən bu məlumatı alaq. Bu kitabın yaranma səbəbi, nədən ilhamlanaraq bunu yazmısınız, nəyə həsr olunub, zəhmət olmasa biraz bu haqda da məlumat verərsiniz və məni bu Tut ağacı mahnısını xatırlatdı. Hiss edirəm ki, burada Tut ağacı mahnısından da töhfələr olacaq, çox güman. Minnətdaram qızım. Təşəkkür eləyirəm sualına görə. Bəli, bu kitab mənim sonuncu kitabımdır. Amma bu vaxta qədər 5 kitab çap olunub və bir kitabım da Türkiyədə çap olunub, tərcümə ilə orada tərcümə olunub, çap olunub. Amma bu sonuncu Tut ağacı kitabımdır və bu kitabda mənim son illərdə yazdığım şeirlər və çəkdiyim rəsmlər yer tutur. Tut ağacı mahnının yaranması isə o 90-cı illərə aiddir. Yəni 90-cı illərdə bilirsiniz ki, Bakı kəndlərində bir bum var idi. Yəni qərənfil əkilmə. O sizin yaşdan qabağa düşür o illərə. Qərənfil əkirdilər istixanalarda və kəndlərdə, həyətlərdəki ağacları məhv eləyirdilər. Və o cümlədən bizim də atam həyətində iri tut ağacları var idi. Mənim uşaqlığımda o ağaclarda keçmişdi. Mən çox xoşlayırdım tut ağacında çıxıb oradan tutu yeməyi və ağacda oturmağı. Bilmirəm nədən idi. Mən tut ağacını çox istəyirdim. Və o ağacları oradan çıxardanda həm yaşlılar, düzdür, cavanlar cavandılar, onlar bilmirdilər nəyi itirirlər. Amma yaşlı insanlar bilirdilər. Çünki onlar həmişə deyirdi ki, həmin bu ağaclar, qədim ağaclar, yəni tut ağacı, sonra əncir, üzüm, onlar bizi müharibədə aclıqdan qoruyub, aclıqdan qutarıb. Cavanlar onu başa düşmürdülər və o tut ağacları çıxanda mənim yadımdadır ki, bizim bir böyük tut ağacı var idi, ağ tut və onu çıxartmaq mümkün deyildi. Çox qədim ağacı idi və onu çıxardanda, çünki o sahəni təmizləməli idilər ki, orada gül əkəcəkdilər və traktor getirdilər. Zəncirlə o ağacın gövdəsinə doladılar o zənciri ki, ağacı kökündən dartıb çıxartsınlar. Və üstündən uzun illəri, 30 ildən də, haradasa 35 ildə keçib, o səs mənim indi də qulağımdadır. O ağacı yerdən dartıb çıxardanda traktoru zəncirlə bir yerdə elə bil ağacdan bir dəhşətli səs qopdu. O deyir, baltası özümdən olanlar. Əkən də insandır, dağıdan da insandır. O ağacları çıxartdılar. O ağacları ki, bütün məhəllənin, bütün nəslin uşaqları o ağaclarda böyümüşdü. O ağacların tutu ilə böyümüşdü. Hətta qonşulara da pay gedirdi o tutdan, nüybər pay gedərdi. Və ondan sonra mən o elə bil ki, o ağacın o naləsindən sonra mən həmin o şeiri yazdım, tut ağacı şeirimi. Və sonralar da bizim gözəl bəstəkarımız Acin Səmədzadə, o da Bakı əhlidir, Buzonadandır. O şeir onu, baxmayaraq ki, sərbəst vəzində yazılmışdı şeir, o şeir onu tutdu və ona gözəl bir mahnı
musiqi bəstələdi və Agün bəylər də rəhmətli onu çox gözəl ifa elədi. Təşəkkür eləyirəm sizə də bu gözəl verilişi təşkil elədiniz. Bizi bura yığdınız. Biz kəndimiz haqqında olan məlumatları sizə verdik. Minnətdaram. Sizə Space kanalın gözəl bir kanaldır. Öz ənənəsini qoruyur, saxlayır. Öz sambalındadır. Yəni mən özüm televiziyada işləmişəm və televiziya kanallarına baxanda Space kanalının hələ ki öz simasını qoruduğunu görürəm. Zakirə xanımı tanıdıq. Burada çox gözəl bir məqam hal-hazırda baş verdi. İstədim siz də bunu biləsiniz. Zakirə xanım danışarkən göz yumulu sadəcə kitabın bir səhifəsini açdım və inandırım sizi ki, açdığım səhifədə sırf bu oldu. Tut ağacı, bir bu gözəlliyə baxın. 2018-ci ildə bunu çəkmişsiniz, öz əsərinizdir. Çox kövrəldim. Təşəkkür edirəm sizə, var olun. Sizin kimi gözəl bir insan tanıdığımıza görə məncə çox şanslıyıq və bilməyənlər də o məşhur illərə damğasını vuran Tut ağacı mahnısının sözlərinin kimə məxsus olduğunu bildi. Onu yaradan, bizə bəxş eləyən bu gözəl qədimi Fatmayi kəndi idi. Fatmayi kəndinin ziyalısı Zakirə xanım Abdullayeva idi. Bizi izlədiyiniz üçün çox sağ olun, gözəl insanlar. Hər birinizə təşəkkür eləyirəm. Sizlərə də təşəkkür edirəm. Yaxşı ki varsınız. Həmişə var olun. Siz var olduqca biz də var olarıq. Biz də sizə təşəkkür edirik. Çox sağ olun. Bütün kollektivimizə can sağlığı, uğurlar arzu edirik. Allah sizi var eləsin. Kanalınız həmişə bu cür işıqlı olsun, bu cür gözəl olsun, maarifləndirici olsun. Gənclərimiz bu verilişlərə baxanda nəyisə götürsünlər. Bizə baxanda utanmasınlar keçmişdə, gələcəkdə. Sağ olun. Çox sağ olun. Görüşərik. Səni gözləyəcəyimi bilməmişəm. Səni gözləyəcəyimi bilməmişəm. Mən Fatmayi kəndini gəzdikcə bunda şahid oldum ki, bura öz genişliyi ilə də seçilir. Gördüyünüz kimi burada belə nəhəng bir qəbristanlıq var. Və araşdırdım, öyrəndim ki, bu qəbristanlıqda əvvəllər səndəmə sandıq qəbirlər yerləşdirilibmiş. Amma hal-hazırda həmin sandıq qəbirləri biz ancaq muzeydə tapa bilərik, çünki muzeydə eksponat olaraq nümayiş olunur. Fatmayını gəzməyə davam edirik. Gedək görək, daha nələrlə tanış oluruq. Burada bir dənə balaca uşaq var. Mən uşaqları çox istəyirəm. Salam balaca. Ay, nə şirin balasan sən. Adın nədir sən? Fərid. Fərid, nə qəşəng adın var. Bu nədir belə aparırsan? Olar baxın. Baxaq görək, burada nə tapırıq. Nə maraqlıdır bu. Bunu hara aparırsan? Həmişə biz bayramlarda qohum-əqrəbaya belə halvalara göndəririk. Sən mənə halvası? Bəli. İcazə verirsən biraz dadına baxım. Olar? Dəqiq. Qatıdır. Bunda nəsə ədəbiyyat var deyəsən. Bəli. Nədir gözüm belə darçın ya da nəsə ədəbiyyat adı verir. Çox qəşəng, çox sağ ol. Sağ ol. Halal elə, halal eləyirsə. Bugün qədimi tikililərin məkanı 7 oğul istərəm filminin çəkildiyi Fatmayi kəndinin qonağı olduq. Mən Fatmayını çox sevdim. İnsanları bir-birindən qonaqpərvər, bağları bir-birindən gözəl. Gələn dəfə hansı kəndin qonağı olacağıq? Bu sürpriz olsun. Gələn kənddə görüşərik. Vətənimin gözəl insanı.